Süleyman üçündür. Allah onları minbula eləsin. Allah onların üstündə olsun. Ən şəfalı əlləri, ən gözəl ürəkləri. Daim onların bu gözəl işləri Allah qarşılığını versin. Eymət atasının yolunu yürür. Allah onun atasına qəli-qəli rəhmət eləsin. Elə, oba, millətə pulsuz, gümansız xidmət göstərməli. Onlar mənim iki qardaşımdır. Süleyman, bilirəm, təvazökar oğlansan. Eymət və Süleyman, Eymət. Səhnəyə çıxmaq çətindir, hə? Çıxmaq çətindir səhnəyə. Gəlin, qoy görsünlər ki, mənim işimə yetişmirlər, sənin işimə yetişmirlər. Sənin gördüyün bütün işlər xeyirlidir, mənim əziz qardaşım. Allah bu xeyirli işlərində sənə hər zaman yardımcı olsun. Mən də bugün sənin və Süleymanın qədrinə gəlmişəm. Mən bilirsən, Naftalandan tutmuş, Güngəçevirdən tutmuş, Gəncədən tutmuş, biz tur eləmişik. Bəli, sonuncu turumun o son nöqtəsi, pik nöqtəsi buraydı. Var olasınız, Allah size can sağlığı versin. Var olun ki, bak bu qədər cemaat sizin adınıza gəlir. Valla ben içeri gələndə elə bir dövlətlə bu gözəl, bu gözəl necə deyərlər, səhnə və millət xalq. Deməli, o xalq səni sevir. Mən də sizi sevirəm. Hər birinizə bir mənim deyəcəm. Dilbərim deyəcəm sizə, hər birinizə. Tanrım sizləri qorusun. Allah sizlərə uzun ömür, sağlam